Hər vaxtınız xeyir, dəyərli müəllimlər və müəllim olmaq istəyən namizədlər. Bu videomuzda müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən mətn modelləri təqdim eləyəcəm. İzaha keçmədən öncə kanala abunə olaraq həftə ərzində paylaşılan bu tipli izahlardan, videolardan faydalana bilərsiniz. Qeyd edeyim ki, bizim bir həftə ərzində yeni onlayn qrupla dərslərimiz başlayır. Dərslərimiz həftədə 3 dəfə olacaq. Bu 3 dərsin ikisi həftənin 1-ci və 4-cü günləri saat 20:00-da olacaq. Digər 3-cü dərsimiz isə həftənin bazar günü əsasən saat 12-də təşkil olunan mətnlərin canlı yayımından ibarət olan izahlardır. Hansı ki, bu mətnlərdə həmin sual tiplərinə örnək vermişəm. Bu və bundan daha çətin mətn formalarıyla tanış olmaq istəyirsinizsə, MİQə tam hazır formada getmək istəyirsinizsə, onlayn qruplarımıza qoşula bilərsiniz. Dərslər haqqında tam ətraflı məlumat əldə etmək üçün 055 418 82 02 telefon nömrəsi ilə WhatsApp-dan yaza və ya zəng eləyə bilərsiniz. Başlayaq sualların izahına. Şəhid general-mayor Polad Həşimov Qarabağ müharibəsi başlayandan bəri döyüş şəraitində şəhid olan ilk general 2020-ci ildə. Döyüş zamanı müdafiənin ön xəttində olan Polad Həşimov sübut etdi ki, Azərbaycan ordusunda generallar da əsgərlərlə bir cərgədə, ön sırada düşmənə qarşı vuruşur. Əslən Qəbələnin Vəndam kəndində olan general-mayor Polad İsrailoğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, hərbi akademiyanı isə Türkiyədə oxuyub. 2013-cü ildə hərbi xidmətlərə görə medal ilə təltif edilib. 2009-cu ildə Vətən uğrunda medalına layiq görülüb. 2014-cü ildə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. 2016-cı ildə aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə 2-ci dərəcəli vətənə xidmətə görə ordeninə layiq görülüb. Bizdə nə istəyir? Mətnə aid hansı fikir doğru deyil? Zabitlərimiz özlərini əsgərlərimizdən fərqləndirmirdilər. Bəli, burada deyir ki, generallar da əsgərlərlə bir cərgədə ön sırada vuruşurdular. Deməli, fərqləndirmirdilər. Fikri doğrudur. Əsli doğulduğu yer, təhsil aldığı yer fərqli şəhərlərə aiddir. Deməli, əsli Qəbələdəndir, doğulduğu yer Sumqayıtdır, təhsil aldığı yer Türkiyə. Deməli, bunu uyğun götürmək olar. 28 yaşında dövlət tərəfindən ordenlə təltif olunmuşdur. Baxaq. Demək, burada 75-ci ildə doğulduğu, 2009-cu ildə Vətən uğrunda medalına layiq görüldüyü yazılıb. 75-dən 2019 arasında fərq 28 eləyirmi? Xeyr, eləmir. Burada 2003 də var, 2009-dan əvvəl. 2003-dən 75-ə hesablayırıq. Bəli, 28 eləyir, doğrudur. Polad döyüşdə şəhid olan özündən əvvəlki generallarımızın qisasını aldı. Baxın, mətndə belə bir məlumat yoxdur. Fikir olaraq, bəli, müsbət bir fikirdir, mətnin məzmununa uyğun bir fikirdir, mətnə yazıla biləcək bir cümlədir, amma mətndə birəbir belə bir məqam yoxdur deyə, belə bir məqam qeyd olunmayıb deyə biz bunu doğru cavab kimi götürə bilmərik. O, aprel döyüşlərindən 4 il sonra şəhid oldu. Polad Həşimov şəhid oldu 2020-ci ildə, aprel döyüşləri isə olub 2016-cı ildə. Deməli, 4 il sonra doğru fikirdir. Burada yanlış fikrimiz olacaq, mətnə uyğun olmayan fikrimiz olacaq, D variantı. Davam edirik ikinci sualdan. Bir gün qəfəsdə yaşayan dəvələrdən biri anasına nə üçün bellərinin belə qabarıq olduğunu soruşdu. Anası isə onların çöl, səhra heyvanı olduqlarını, su və qida ehtiyatına uzun yol qət etdikdən sonra ehtiyacları olduğu üçün onlarda bu hürgüzlərin olduğunu dedi. Balaca dəvə bu dəfə isə anasından ayaqlarının və kirpiklərinin nə üçün bu qədər uzun olduğunu soruşdu. Ana dəvə bu suallara da eyni cavabı verərək, onların çöl səhra heyvanı olduqları üçün ayaqları səhra qumunda batmasın deyə, səhra qumunda batmasın. Gözlərinə səhra qumları düşməsin deyə belə uzun ayaqlarının və kirpiklərinin olduğunu dedi. Cavablardan sonra balaca dəvəyə aydın olmayan bir şey var idi. Bəs məzmun və məntiqi cəhətdən yanaşsaq, nöqtələrin yerinə yazılmalı olan mətni tam şəkildə tamamlaya bilən fikir hansı olar? Niyə digər heyvanlarda bu əlamətlər yoxdur? Burada digər heyvanlar barədə mətndə bir sual yoxdur. Bu biraz uyğunsuzdur. Görürsən, anası bunlara hardan bilirdi?
məzmuna tam olaraq qoymaq olmur. Nə üçün onlar qəfəsdə yaşayırdı? Baxın, bir gün qəfəsdə yaşayan dəvələr, bunlar qəfəsdə yaşayırdılar. Yəni, çöldə, səhrada yaşamalı olduqları halda qəfəsdə yaşayırdılar. Bala da məntiqən soruşur ki, niyə görə bizdə belimiz belə qabarıqdır? O da deyir ki, bizim səhrada, çöldə uzun yol gedəndə su ehtiyacımızı qarşılamaq üçün. Niyə görə kirpiklərimiz bu qədər uzundur, ayaqlarımız? O da deyir ki, yenə səhrada bizim üçün əlverişli olsun deyə. Nəticədə belə bir sual yaranır ki, bəs biz niyə səhrada deyilik? Yəni, ya cavab bu formada olmalı idi, niyə səhrada yaşamırıq? Ya da niyə görə qəfəsdə yaşayırıq? Yəni, C variantı məntiqə uyğun gəlir. Nə üçün bütün suallara anası eyni cavabı vermişdi? Nə üçün onda 2 hürgüzü var idi? Bəli, ən məntiqlisi C variantıdır. Nə üçün onlar qəfəsdə yaşayırdı? Davam edirik növbəti sualımızdan. Qədim aşina nəslinə olunan Xəzər türkləri Qafqazdan şimaldakı çöllərdə Xəzər dənizinin şimal-qərb sahillərində məskunlaşmışdılar. 448-ci ildə Attila onları özlərinə tabe etmiş, lakin onun ölümü və Avropa Hun imperiyası parçalanması ilə onların bölgədə siyasi nüfuzları artmağa başlamış və müstəqillik qazanmışdılar. Bu 6-cı əsrin 70-ci illərində Göytürk xaqanlığının tabeliyinə keçənə qədər davam etdi. Onlar tabe etdikləri bu döyüşkən tayfalardan Bizansa və Sasanilərə qarşı mübarizədə əsas zərbə qüvvəsi kimi istifadə edirdilər. Xəzərlər tabeliyində olduqları Göytürk xaqanlığının süqutundan sonra öz müstəqil xaqanlıqlarını yarada bildilər. Verilmiş mətnin məzmunu ilə bağlı yanlış fikir istəyir bizdən. Tabeliyində olduqları imperiyanın süqutu nəticəsində bölgədə siyasi nüfuzları artmış, müstəqillik əldə edə bilmişlər. Bəli, Xəzərlər bu hissədə var ki, siyasi nüfuzları artmış və müstəqillik qazanmışlar. Yəni, Avropa Hun imperiyasının parçalanması ilə. Bu doğrudur. Göytürklərin süqutundan sonra müstəqil Xəzər xaqanlığı yaratdılar. Bəli, burada qeyd olunub ki, Göytürk xaqanlığının tabeliyinə keçənə qədər onların müstəqilliyi davam etdi. Daha sonra Göytürk xaqanlığının süqutundan sonra öz müstəqil xaqanlıqlarını yaratdılar. Bir müddət Avropa Hun imperiyasının tabeliyində yaşamışlar. Bəli, Avropa Hun imperiyası parçalanandan sonra müstəqillik qazanmışlar. Deməli, bir müddət onların tabeliyində yaşayıblar. Göytürklərdən Bizans və Sasanilərə qarşı olan döyüşlərdə əsas zərbə qüvvəsi kimi istifadə edirdilər. Baxın bu cümləyə diqqətlə. Onlar tabe etdikləri bu döyüşkən tayfalardan Bizans və Sasanilərə qarşı mübarizədə əsas zərbə qüvvəsi kimi istifadə edirdilər. Göytürk xaqanlığının tabeliyinə keçənə qədər, deməli, bu Xəzər xaqanlığı, hansı ki Xəzərlər, Göytürk xaqanlığının tabeliyinə keçir. Xəzərlər aslı olur Göytürklərdən. Düzdürmü? Ona görə Göytürklərdən Bizans və Sasanilərə qarşı döyüşlərdə istifadə edirlər fikri yox, Göytürklər Xəzərlərdən istifadə edirlər fikri olmalıydı. Xəzərlər Göytürklərdən yox. Xəzərlər Göytürklərin asılılığına düşür. Hansı ki Göytürk xaqanlığı, baxın, Göytürk xaqanlığının süqutundan sonra müstəqil ola bilirlər. Xəzərlər Göytürklərdən asılı hala düşür. Ona görə Göytürklərdən yox, Göytürklər Xəzərlərdən Bizans və Sasanilərə qarşı olan döyüşlərdə əsas zərbə qüvvəsi kimi istifadə edirlər olmalıydı. Bu fikir yanlış fikirdir. Qədim aşina nəsli nədir? Bu doğru fikirdir. Cavabımız olacaq D variantı. 4-cü suala baxırıq. Doğru fikir istəyir mətndə. Sultan Mahmudun vaxtsız ölümü saray içərisində çaxnaşmalar yaratmış, vəzirlər arasında hakimiyyət uğruna ciddi mübarizə başlamışdı. Xalq sultanın ölümündən xəbərsiz idi. Sultan Mahmudun Nişapurda yaşayan qardaşı hakimiyyətə gəlməli idi. Ancaq vəzirlər istəmirdilər ki, sultanın qardaşı Toğrul bu hadisədən xəbər tutsun. Eldəniz Sultan Muradın ona bağışladığı ərəb atını çaparaq Toğrulu xəbərdar etdikdən sonra Toğrul mübarizə üçün qoşun topladı. Bağdada gedənə kimi qoşunun sayı artıraq 100 mindən çox oldu. Toğrul şəhərə girəndə onun yanında Eldəniz də var idi. İnsanlar Eldənizin ayaqlarından tutur, ona yalvarırdılar. Bu anı Eldəniz əvvəlcə başa düşməsə də, sonra qeyri-ixtiyari gülümsüyüb, nəyin baş verdiyini anladı. Hər kəs Eldənizi yeni sultan sanmışdı. Çünki Sultan Toğrul onun yanında sıravi əskərə, Eldəniz isə görkəmli ordu başçısı, hökmdara bənzəyirdi. Doğru variantı istəyir. Toğrul Eldənizin köməyi ilə qoşun toplayaraq Bağda gəlir. Yox, Eldənizin köməyi ilə qoşun toplamır. Sadəcə Eldəniz Toğrulu xəbərdar edir vəziyyətdən. Deyir ki, artıq
Sultan Mahmud ölüb və onun yerində saxlaşma başlayıb, hakimiyyət uğrunda mübarizə var. Əsl varis də Toğrul idi. Xəbərdar edir ki, gəl hakimiyyətin başına keç. Amma qoşun toplamaq üçün kömək yoxdur. Yanlışdır. Eldəniz Toğrulun hakimiyyətə gəlməyinin tərəfdarı idi. Bəli, Eldəniz Toğrula xəbər verir ki, gəl hakimiyyəti ələ al, deməli onun tərəfdarı idi. Bu uyğun gəlir. Vəzirlərin heç biri Mahmudun hakimiyyətə gəlməsini istəmirdilər. Mahmud ölmüşdü axı. Heç əlaqəsi yoxdur. Xalq Eldənizi tanıdığı üçün onun sultan olmasını istəyirdi. Eldənizin sultan olmasını heç kim istəmirdi, yox. Sultan Mahmudun Bağdada qədər qoşununda xeyli artım oldu. Sultan Mahmud yenə vəfat eləyən idi. Ona görə burada Toğrul olmalıdır Sultan Mahmudun yerinə. Cavabımız olacaq burada B variantı. Davam edirik 5-ci və sonuncu sualdan. Mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil? Bu arada 5-ci sual 4-cü sualın davamıdır. Yəni bir mətnə 2 sual yazılıb. Sarayda çaxnaşmanın yaranmasının səbəbi nə idi? Sultan Mahmudun ölümü. Buna cavab tapmaq mümkündür. Sultan Murad nə üçün Eldənizi sarayda saxlamışdı? Baxın, burada Sultan Muradın Eldəniz Sultan Muradın ona bağışladığı ərəb atını çaparaq, yəni Sultan Muradın əlaqəsi var idi Eldənizlə, yəni o ərəb atını ona bağışlamışdı, sarayda ona yer göstərmişdi. Yəni mətndə Eldənizlə Sultan Muradın əlaqəsi olduğu qeyd olunub, amma nə üçün sarayda saxlamışdı, belə bir sualın cavabı yoxdur. Saray adamlarından kim Toğrulun hakimiyyətə gəlməsini istəyirdi? Bu sualın, deməli, saray adamlarından Toğrulun hakimiyyətə gəlməsini istəyən Eldəniz idi. Bəli. Eldəniz Toğrulun hakimiyyətə gəlməsini istəyirdi. Bunun cavabı var. Xalq nə üçün Sultan Muradın ölümünə səssiz qalmışdı? Sultan Muradın yox, Sultan Mahmudun ölümünə, onda xalqın xəbəri yox idi. Amma Muradın ölümünə nəyə görə səssiz qalmışdı? Bu ümumiyyətlə yanlış fikirdir. Sultan Murad ölməmişdi. Sultan Mahmud ölmüşdü mətninə görə. Eldəniz xalqın ondan yardım istəməsini nə üçün gülüşlə qarşıladı? Xalq ondan yardım istəmir. Ümumiyyətlə bu da yanlış fikirdir. D və Y variantları mətnə görə nə doğru, nə də cavabı olmayan sual deyil. Burada mətnə görə cavabı olmayan mətnin tərkibində doğru qeyd olunan sual B variantında Sultan Murad nə üçün Eldənizi sarayda saxlamışdı? Bu sualın cavabı yoxdur. Bu izahımızın sonuna gəldik. Siz də həftə ərzində paylaşılan bu tipli videolardan faydalanmaq istəyirsinizsə, kanala abunə ola bilərsiniz. Eyni zamanda MİQ imtahanına hazırlaşıb, çətin mətnlər işləyib, imtahana tam hazır getmək istəyən müəllimlər 055 418 82 02 telefon nömrəsi ilə bizə WhatsApp-dan yaza, bir həftə ərzində başlayacaq onlayn qruplarımız üçün qeydiyyata düşə bilər. Sağ olun, növbəti izahlarda görüşərik.